salih insanların qəbirləri haqqında həddi aşmaq o qəbri bütə çevirir. Əgər həddi aşırsa insan qəbri haqqında bütə çevirir Allahdan qeyri ibadət olunan. İstər-istəməz insanlar görürlər ki, bu qəbir nəysə başqa cürdür, başdaşı başqa cürdür, biraz qızıl suyuna çəkilir, yan yörəsi başqadır. İnsanların qəlbində o qəbirdə yatana qarşı başqa şeylər oyanır. Ki, o nəsə başqa insandır, qeyri-adidir. Onun nəsə üstünlüyü var. O birisi qəbirlər kimi deyil və istər-istəməz təzim yaranır və yavaş-yavaş Allahdan qeyri ibadət olunur. İndi gəlir 22-ci fəsil. Başlayaq. Bismillah. Yaxşı, elhamdülillahi rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'una ve zidna ilmen. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. 22. fəsil. Bəbu mə cəə fi himayətil Mustafa sallallahu aleyhi və səlləm cənəbət təvhidi və səddihi kullə tariqin yuvassilu ilə şirk. Fəsil Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni tövhidin tərəfini, tövhidin ətrafını necə himayə etmişdir, necə qorumuşdur və şirkə aparıb çıxaran hər bir yolu necə qarşısını almışdır. Və himayə sözü burada himayə etməsi bizdə himayə edilir. Himayə yəni bir maniyə qoyur ki, ona toxunulmazlıq olsun. Himayə, məsələn, himayə etmək. Mustafa burada fəsildə deyir ki, Mustafa, Peyğəmbər sallallahu əleyhi və səlləm Mustafa adlandırır. Mustafa yəni seçilmiş. İstafa sözü yəni hər hansı bir şeyin ən xeyirlisinə deyilir. Allah Teala deyir, İnnallah astafa Adəmə. Allah Teala Adəmi istafa etdi, yəni seçdi. Cənab-ı Tövhid, tövhidin cənab ki, cənib, tövhid ətrafını və ona şirkə aparan hər bir yolu Allah Resulü sallallahu aleyhi ve sellem qarşısını almışdır. Baxmayaraq ki, bu əvvəlki fəsillərdə ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi ve sellemin tövhidi himayə etməsi zikr olunur, qeyd olunur. Lakin burada sanki müəllif Peyğəmbər sallallahu aleyhi ve sellemin xüsusi olaraq tövhidi himayə eləməsi, şirkdən çəkindirməsini bildirir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem ümumiyyətlə tövhidi himayə etmişdir, şirkdən çəkindirmişdir, qorxutmuşdur. Şirk və şirkə aparan yollar təkrar həm xüsusi şəkildə bibisinə, öz qızına, əmisinə və ümumi şəkildə bütün insanlara şirkin təhlükəsi və tövhidin faydaları və həmçinin ona aparan yolları bildirmişdir. Və sonra Tövbə surəsi 128-ci ayəni qeyd edir və buyurur ki, Allah da buyurur, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ Artıq sizin özünüzdən rəsul gəldi. Azizun aleyhi mə anittum Sizin məşəqqətə düşməyiniz ona ağır gəlir. Harisun aleykum Sizə hərisdir, yəni sizin xeyriniz üçün, sizin doğru yolda olmanız, sizə olan xeyirlər üçün hərisdir. Bil müminin rauf rahim, müminlərə qarşı isə rauf rahimdir. Rauf rəhmətli, rahim də rəhmətlidir. Rauf sadəcə olaraq ra'fətun sözündəndir. Rəhmət, ra'fə, rahmətun, rahmətun. Ra'fətun rəhmətin daha da şiddətli, daha mülayimli, biraz şiddətli rəhmətdir. Aziz isə yəni söz olaraq çətinlik, möhkəmlik sözündəndir. Aziz sözü. Mə'anittum, yəni sizin məşəqqətə düşməyiniz. Anətun məşəqqət, çətinlik. İnsanın məşəqqətə düşməsidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem insanlara xeyri çatdırmağa həris idi. Ümmətinə xeyirliyə həris idi. Onların hidayət olması,
onların itaətli olmasını sevirdi. İstəyirdi ki, insanlar ümməti Rəbbinə itaətli olsunlar və həlak uçurum yollarından uzaq dursunlar. Və buna da ən bariz nümunələrdən, dəlillərdən Peyğəmbər sallallahu əleyhi və səlləm özü misal çəkir. Səhih Buxaridə və Müslimdə gələn hədisdə deyir ki, sallallahu aleyhi ve sellem Məthəli kəməthəli rəculun istəvqələ nəran. Mənim misalım bir kişinin misalı kimidir. Od qalıyır, ocaq qalıyır. Fələmmə ədaət mə havləhə, nə vaxt ki artıq ocaq ətrafdakılar işıqlandırır. Cəaləl firəşu və hədid dəvabu ləti finnər. Yəqa'nə iləyhə. Başlayır o kəpənəklər və həşəratlar, hansı ki o bizdə xırda kəpənəklər, pərvanələr ilə ocağa oda atırlar özlərini. Və cəalə yəhcuzuhunnə və yəqlibnəhu, və o da başlayır kəpənəkləri, həşəratları kənarlaşdırma, lakin kişiyə qalib gəlirlər. Yəni özlərini atırlar oda, ocağa. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, fəzəlikum məthəli və məthəlukum, bu da mənimlə sizin misalınızdır. Ənə əxidun bihacizikum aninnar, mən sizi ocaqdan, oddan uzaqlaşdırıram, qoymuram, kənarlaşdırıram. Həlumma aninnar, deyirəm ki, uzaq durun oddan, yəni cəhənnəm odundan, lakin siz yenə mənə qalib gəlirsiniz və özünüzü ora atırsınız. Və insan necə özünü atır ora? Əməlləri ilə, danışıqları ilə, günahlara düşməklə, asiliklərlə, bilə-bilə filan hərəkət, filan əməl olmaz, görsən eləyirik. Və yaxud da filan şeyi Allahla əmr eləyib, Peyğəmbər sallallahu aleyhi ve sellem onu buyurub, görsən onu bilə-bilə tərk edirik. Və burada sonra müəllif mətndə Əbu Hüreyrədən gələn hədisi zikr edir. Hədisin hökmünü Şeyx Əlbani səhih olduğunu deyib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: "Lə tec'alu buyutekum qubura." Evlərinizi qəbirlər etməyin. Qəbirlərə çevirməyin. Yəni nə mənası var? Alimlər deyir ki, iki mənadadır. Həm evdə bastırmayın ölüləri. Və ikinci mənası odur ki, yəni qəbirstanlıqda namaz qılınmır, evinizi də qəbirstanlıq kelime eləməyin. Namaz qılınmayan ev olmasın. Və lətəc'alu qabri eydən, və sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, mənim qəbrimi də eyd eləməyin. Eyd bayrama deyilir. Adə sözündəndir, qayıtdı, təkrarlandı. Və insan eyni zamanda, deyək ki, hər il və yaxud da hər ay, hər həftə eyni vaxtda təkrar elədiyi şey eyd deyilir, təkrarlanır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qəbrimi eyd eləməyin. Yəni, insan hansısa vaxtı seçir, təkrar gəlir, həmən vaxta gəlir ora. O qəbrə gəlir. Və sonra buyurur ki, وَصَلُّ عَلِيَّ, mənə salavat deyin. فَاِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ, və siz harada olsanız, sizin salavatınız mənə çatır. Salavatınız mənə çatır. Və evlərdə, yəni namaz qılmaq haqqında da Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hədisdə, Afdalu salatil mər'i fi beyti illə məktubə. Kişinin ən əfsəl namazı evində qıldığı namazdır. Fərzdən başqa. Yəni, fərzdən başqa, fərz istisna olmaqla insanın, yəni kişinin ən üstün namazı, ən əfsəl namazı evdə qıldığı namazdır. Yəni, bunu Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinədə deyir. Mədinədə olsa da, baxmayaq ki, məsciddə üstün namaz, amma nafilə namaz evdə qılmaq daha üstündür. Və sonra Ali ibn Hüseyndən rəvayət edir. Ali ibn Hüseyin Əli radiyallahu anh'ın nəvəsidir. Hüseynin oğlu. Ali ibn Hüseyin ibn Ali. Hansı ki Zeynül Abidin kim məşhurdur? Zeynül Abidin deyirlər. Zeynül Abidin abidlərin bəzəyidir. Hansı ki İbn Hüseyin Rəhmə buyurur ki, Əhl-i Beytdə ən elmli, ən zahid insan idi. Əhl-i Beytdən onların ən elmlisindən idi. Zeynül Abidin. Və Ali ibn Hüseyin görür ki, bir kişi Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrin yanında, o otağın yanında bir deşik olur, ora gəlir. Və oradan girir içəri və orada dua edir.
Otağa girir, dua eləyir və onu çəkindirir, qadağan edir. Və deyir ki, ələ uhaddithuka hadisən semi'tuhu min abi an ceddi an Rasulillahi sallallahu aleyhi və səlləm. Mən sənə bir hədis danışımmı ki, o hədisi eşitdim atamdan, o da babamdan, o da Allah Resulü sallallahu aleyhi və səlləmdən. Və deyir ki, lə təttəxizu qabri eydən. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mənim qəbrimi bayram eləmin. Eyd, yəni təkrar, eyni vaxtda, daim gəlib, insan hər gün gəlir qəbrə və yaxud da həftədə bir dəfə vaxt seçib, hər dəfə gəlir o qəbrin yanına və ildə bir dəfə. Və lə buyutəkum qubura, evlərinizdə qəbirsanlıq eləməyin. Və sallu aliyyə, və mənə salavat deyin, fə innə təsliməkum yəbluğuni, sizin salamınız mənə çatır, əynəmə əv haythu kuntum, ya harda olsanız, sizin salamınız mənə çatır. Və başqa hədisdə var, hansı ki, Peyğəmbər s.ə.v-in yəni Allah Rasuluna salam göndərmək və yaxud da salavat demək. Bəzi insanlar deyirlər ki, Mədinəyə gedəndə Allah Rasuluna məndən salavat deyərsən, salam deyərsən, belə şey var insanlarda. Amma bu hədisdə göstərir ki, ona ehtiyac yoxdur. Və başqa hədisdə də Peyğəmbər s.ə.v buyurur ki, İnnə lilləhi mələkətən səyyəhin, Allah talanın səyahət edən, gəzən mələkləri var. Yer üzərində yubəlliğuni an ümməti sələm, ümmətimdən mənə salamı çatdırırlar. Ümmətimdən mənə salamı çatdırırlar. Və bu qeybi məsələdir ümumiyyətlə. Peyğəmbər s.ə.və salamın mələklər tərəfindən çatdırılması, salavatın çatdırılması sadəcə biz, yəni əhlüsünnə olaraq iman gətiririk qeybi məsələlər. Çünki müsəlmanın birinci vəsflərindən də odur ki, sifətlərindən qeybə inanır. Necə Quranı açanda Fatihədən sonra Bəqərə surəsinin əvvəlində Allah da müttəqilər deyir, o kəslər ki, qeybə inanırlar. Qeyb məsələlər nədir? İnsanın görmədiyi məsələlər, ölümdən sonra olan məsələlər, hansı ki biz görmürük o şeylər, bizim üçün qeybdir. Və ən böyük qeyb də bizdən ötürü Allah taladır. Görməsək də iman gətiririk Allah. Və sonra Şeyx Sədi Rəhməllah buyurur ki, kimdir Quran və hədislərdə gələn dəlilləri fikirləşərsə bu məsələ haqqında, görər ki, dəlillər hamısı tövhidi gücləndirməyə, tövhidi qorumağa həvəsləndirir. Tövhidi gücləndirmək, tövhidi qidalandırmaq, necə Allaha tərəf dönməyə həvəsləndirərək. Ki, dəlillər insanı nəyə həvəsləndirir? Allaha yönəlmək, Allaha bağlanmaq, Allahla rabitəni gücləndirmək. Yəni, hansısa qəbrə bağlanmaq yox. Kiməsə bağlanmaq yox, Allaha bağlanmaq. Və qəlbin tam şəkildə Allaha bağlanması ümid və qorxu ilə. Və Allahın lütf, fəziləti, ihsanını ümid etmək. İnsan bunu gücləndirməlidir. Yəni, dəlillər bunu həvəsləndirir. وَالسَّعْيُ لِتَحْسِلِ ذَلِكَ və bunu əldə etmək üçün səy göstərməlidir. Müsəlman buna çalışmalıdır. Yəni, elə evdə oturmalı deyil ki, oturum evdə, dua eləyim, Ya Rəbb, mən elmimi artır, mənim imanımı artır və yaxud da sübh namazından sonra Peyğəmbər s.ə.v duası ki, Allahümə inni əsəlükə ilmən nəfiən və rizqən tayyibən və əmələn mütəqabbələn. Allahım, mən səndən faydalı elm, pak, təmiz ruzi və qəbul olun əməl istəyirəm. Sonra da yastığı çəkib yatır. Yastığı götürüb yatırsa, yəni əməl eləmir, səy göstərmirsə, naqislikdir bu əslində. Çünki əgər insan dua edirsə, dua ilə yanaşı yenə də səbəbləri götürməlidir. Səbəblərdən tutmalıdır, çalışmalıdır. Məxluqata köləlikdən azad olmalıdır. Köləlik necə olur əslində? Əsl köləlik qəlbin köləliyidir. İnsan qəlbinin Allahdan qeyrisinə bağlanması. Peyğəmbər s.ə.v dinarın qulu adlandırdı, dirhəmin qulu adlandırdı, qul, kölə adlandırdı. Yəni o zincirlə bağlanmayıb, qəlblə bağlanır. Qandallarla yox, qəlblə bağlandığı üçün o şeyə olur onun köləsi, onun qulu. Səhər yatanda, səhər duranda, axşam yatanda dərdi odur görsən, fikri odur. İbn-i Seymur hala deyir ki, mən deyir, çəkindirirəm qardaşlarımı dünyaya qapanmaqdan, səhər, axşam dərd dünya olmaqdan. Çünki bu da şirkdən bir növdür.
insanın dünyaya qapanması, dünyaya bağlanması, dünya ilə dərdi səri dünyadırsa əgər, bu da şirkdən bir növdür. Çünki qəlb o inandır. Dərdi o da ancaq. Və şeyx buyurur ki, insan məxluqata bağlanmaqdan çəkinməlidir. Və yaxud da hər hansı bir şəxs barəsində həddi aşmamalıdır. Həm zahiri, müsəlmandan tələb olunan əməllər var da, zahirən, bədən üzvləri, həmçinin daxili, qəlb əməlləri. Bunu yerinə yetirməyə çalışmalıdır, kamilləşdirməlidir. Xüsusən də qulluğun, ibadətin ruhu olan şeyə, qulluğun da ruhu əsası, özəyi nədir? İxlas. Xalis Allah üçün insan ibadətlərinin xalis Allah üçün olmasıdır. Və bunun əksi də nədir? Şeyx buyurur ki, dəlillər, Quran və hədislər insanları çəkindirir, müsəlmanı çəkindirir. Məxluqat haqqında həddi aşan söz və əməllərdən və həmçinin müşriklərə oxşamaqdan da çəkindirir. Çünki bu şeylər əslində insanın qəbirlər barəsində həddi aşması müşriklərin əməlləridir və yaxud da Yahudi və Nasranilərin əməlləridir ki, insan onlara oxşuyur. İstər istəməz, özü istəsə də, istəməsə də, əgər onların kimi eləyirsə, onlara oxşuyur. Çünki niyyət, ola bilər, oxşamaq olmasa da niyyət, amma nə qədər yaxşı olsa niyyət, əməl oxşuyursa, deməli, insan istədə, istəmədə onlara oxşuyur. Yəni, yaxşı niyyət əməli yaxşı eləmir. Və dəlillər də, Quran və hədis də məxluqat haqqında həddi aşmaqdan çəkindirmişdir. Niyə görə? Şirkə aparan səbəb olmasın deyə tövhidi qorumaq üçün. Və şirkə aparan hər bir səbəbi də qadağan etmişdir. Və bu da əslində bu özü insanlara bir rəhmətdir. Allah Taala'dan rəhmətdir ki, şirkə aparan hər bir şeydən çəkindirib. Tövhidi gücləndirən şeylər əməl etmişdir. Çünki əgər şirkə aparan hər hansı bir şey varsa, şirk insanın cəhənnəmə getməyə səbəbdir. Əgər şirk varsa, necə ki İbn Teymiyyə rəhməhullah buyurur ki, şirk Allahla şirki bağışlamır. Yəni kiçik şirki də Allahla bağışlamır. Riya kiçik şirkdir də. Allahla bağışlamır. Yəni insan əgər bağışlanmırsa, düz ixtilaf var, insan bağışlanmırsa deməli yanmaq qorxusu var. Cəhənnəm odunda yanmaq. Və Quran və sünnədə insanları yönəldir Allaha qulluğu. Yəni nə üçün yaradılıblarsa onu kamilləşdirməyə, onu doğrultmağa. Həm zahirən, həm də daxilən. Ki, əgər bu kamilləşsə insanın xoşbəxtliyi, nicatı hasıl olar. Peyğəmbər sallallahu əleyhi və səlləm bu fəsildə yəni ümmətini, yəni dəlillər göstərək ümmətini necə uzaqlaşdırırdı şirkə aparan səbəblərdən. Hansı ki, qəbirlər barəsində həddi aşmaq, qəbirlərin, salih insanın qəbrinin yanında Allahı ibadət eləmək, bu şirk olmasa da özü, amma Allah Rəsulü uzaqlaşdırır, çəkindirir ki, sonra insanları bu şirkə aparmasın. Və Nu'man Bəşirdən gələn hədisdə deyir ki, eşitdim Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur, Əl-hələlu beyyinun vəl-haram beyyinun. Halal da açıq-aşkar aydındır, haram da açıq-aşkar aydındır. Və beynəhumə müştəbihət, arasında şübhəli şeylər var. Lə ya'ləmuhə kəthirun minən-nəs, insanların çoxusu bunu bilmir. Fəmən ittəqə şübhəti istəbra li dini və ərdi, kim şübhəli şeylərdən uzaq olarsa, dinini, irz, namusunu qorumuş olar. Və mən vəqa fi şübhət, və kim də şübhələrə düşərsə, kərra'in yəra havlə himə, qoruğun, himə nədir? Qoruq. Qoruğun ətrafında qoyun otaran çoban kimi yuşbu ən yuvaqiyahu, o qoyunları ora salmağa az qalıb. Yəni, əgər insan qoruğun ətrafında, bu filan kəsin qoruğudur, otlaq sahəsidir, filan kəsindir, sahədir. Əgər qoyunları onun ətrafında otladırsa, düşmə ehtimalı çoxdur. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ələ və innə li kulli məlikin himə, bilin ki, hər bir sultanın, padşahın qoruğu var.
Ələ innə himəllahi fi ardihi məharimuhu. Bilin ki, Allahın qoruğu yerdə Allahın haramlarıdır. Ələ və innə fil cəsədi mudğa. Bilin və agah olun ki, bədəndə bir ət parçası var. İzə salahət salahə cəsədi kullu. Əgər yaxşı olarsa, sağlam olarsa, bütün bədən sağlam olar. Və idə fəsədət fəsədər cəsədi kullu. Əgər körlanarsa, bütün bədən körlanar. Bilin ki, o da qəlbdir. Və alimlərdən İbn Abdülhadi deyir ki, bütün bu dəlillər nə üçündür? Hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm çəkindirmişdir bu cür əməllərdən və dəlillər çoxdur. İnsanlar bu ilə fitnəyə düşməsinlər. Əgər belə olarsa, qəbrin yanında qapanacaqlar ibadətə. O qəbrin başqa qəbirlərdən üstünlük olmasını etiqad edəcəklər. Və başqa orada nə armaq? Gül qoymaq, çıraq yandırmaq. Onun yanında namaz qılacaqlar və ona tərəf qılacaqlar. Və sonra həmən o yeri eyd edəcəklər. Yəni, vaxtaşırı gəlib orada nəsə ibadət eləmək. Və bu da şirkə aparan bir yoldur. Və hansı ki, keçmişlərin, yəni keçmişdə şirkin baş verməsinin əsası bu ilə olubdur. Necə ki, əvvəlki fəsillərdə keçdi. Nuh Aleyhisselamın qövmündə ki, onlar, yəni o salih insanlar idi, öldülər. Öləndən sonra şeytan vəsvəsə verdi ki, onların oturduğu yerlərdə, başqa rivayətdə gəlir ki, onların qəbirlərin yanında onların heykəlini, timsalını qoyun və baxın, yada salın, o salih insanlar necə ibadət edirlər. Yada salın, siz də ibadət edin. Əvvəl yaxşı niyyət olur. Sonra bu nəsil ölüb gedir və elm unudulur. Ondan sonra həmən o timsallara, heykəllərə ibadət edirlər. Yəni, şirkin yaranmasının əsli əsası salih insanların qəbirləri və salih insanların özləri barəsində həddi aşmalar oldu. Ki, həddi aşdılar, düşdülər şirkə. Qəbir məsələsində qəbri təzim etmək, qəbri ucaltmaq və qəbri də eyd, yəni bayram, vaxtaşırı gəlmək yer elədilər. Necə ki, insan qəbri məscid eləyir. Məscid necə eləyir? Qəbrin üstündə məscid tikir və yaxud da orada namaz qılır. Və həmçinin bu fəsillərdə yəni insanın ən əfsəl namazı evində qıldığı namazdır. Peyğəmbər sallallahu əleyhi və səlləm evdə nafilə namazı qılmağı həvəsləndirir bu dəlillərə əsasən. Və hədisdə buyurur ki, fəsallu əyyuhənnəs fi buyutikum. Ey insanlar, evlərinizdə namaz qılın. Fə innə afdaləs salat, salat məri fi beyti illə məktubə. Kişinin ən əfsəl namazı, ən üstün namazı fərzdən başqa evində qıldığı namazdır. Fərz müstəsnadır, istisnadır. Lakin qəbirlərdə, qəbirsanlıqda isə qəbirə tərəf namaz qılmağı qadağan etmişdir. Necə ki, hədisdə gəlir, əl-ardu kulluha məscidun. Yer üzəri hamısı məsciddir, namazgahdır. İlləl məqbərətə vəl-həmməm. Yalnız qəbirsanlıq və hamamdan başqa. Hamam və yaxud da ayaq yolundan başqa da yəni. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni mənə salavat deyin, sizin salavatınız, salamınız mənə çatır. Salavat da əgər Allahdandısa tərifdir. Necə ki, alimlər deyir, İbn-i Seyman buyurur ki, yəni Allah Taala'nın tərifidir. Uca toplum yanında tərifidir. Mələklər tərəfindən isə istiğfardır. İnsanlar tərəfindən isə duadır. Salavat. Və bu barədə hədislər çoxdur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən sizin salavatınız çatır. Yəni, qəbirdəykən çatır Allah Taala tərəfindən. Amma necə çatır? Necəliyini isə biz getmirik. Yəni, başqa yəni qeybi məsələlər kimi. Amma ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin eşitməsi haqqında bir dəlil yox. Bəziləri deyirlər ki, bəs salavat, salam. Yəni, bu dəlillər çatmasını bildirir. Ya mələklər tərəfindən və yaxud da bizim bilmədiyimiz kimi necə çatır. Amma özünün eşitməsi haqqında isə dəlil yoxdur. Əgər Allah Rasulü sallallahu aleyhi və səlləm eşitmirsə və başqası heç cür eşidə bilməz. Halbuki buna başqa dəlillər də var ki, Allah da Quranda buyurur ki,
İnneke la tusmi'ul mevta. Sen ölülere eşittiren değilsen. Başka ayda buyurur ki ve inneke ve ma ente bi musmi'in men fil kubur. Sen qəbirdə olanlara eşittiren değilsen. Qəbirdə olanlara. Və qəbirdəkilər, ölülər eşitmirlər. Və salavat haqqında da buyurur ki hədisdə əkthiru salata aleyyə fi yevmil cuma. Cümə günü mənə salavatı çoxaldın. Fə innehu leysə yusalli aleyyə əhədun yevmil cuma. Hər hansı bir şəxs cümə günü mənə salavat edərsə illə uridət aleyyə salatu. Onun salavatı mənə ərz edilir. Çatdırılır. Və başqa hədisdə buyurur ki Şeyx Albani səhihləşdirib əkthiru salata aleyyə. Mənə salavatı çoxaldın. Fə innallaha vakkələ bi mələkən ində qabri. Allah Teala qəbrimin yanında mənim üçün mələk müvəkkil edib. Fə idə sallə aleyyə raculun min ümməti. Ümmətimdən hansı bir kişi mənə salavat edərsə qalə li zəlikə mələk. O mələk mənə deyir ki, ya Muhammed İnnə fulan ibn fulan sallə aleykə sə'a. Filan kəs oğlu filan kəs indi sənə salavat dedi. Hansı ki bu da dəlildir ki Allah Resulü sallallahu aleyhi ve sellem özü yox, mələklər ona çatdırır. Bu fəsil bu qədər. Fəslin adı nə idi? Tövhidin ətrafını, tövhidi necə qoruyub və şirkə aparan hər cür vasitədən yolun necə qarşısını almışdır. Allah da bizi tövhidi həqiqi şəkildə həyata keçirib doğruldanlardan etsin və şirkdən və şirkin hər növündən Allah bizi qorusun, uzaq etsin.